Hamıya salam. Sizə heç bir kod yazmadan hazırladığımız müasir və funksional bir web dizayn təqdim edəcəyik. Burada biz əsas səhifəyə proyektlər haqqında bir hissə dizayn etmişik. Dizaynın yuxarı hissəsində proyektlər səhifəsinə keçid etmək üçün animasiyalı düymə yerləşdirmişik. Dizaynın bu hissəsində isə Elementor'ın bizə təklif etdiyi Tabs widgetindən istifadə etmişik. Tabs web səhifələrdə həm dizayn baxımından səliqə yaratmaq üçün, həm də istifadəçi rahatlığını artırmaq üçün çox önəmlidir. Gördüyünüz kimi, mausu şəkillərin üzərinə gətirərkən, şəkillər yerində aşağıya doğru sürüşür. Mausu çəkdikdə isə şəkil əvvəlki vəziyyətinə qayıdır. Tabsları kateqoriyalara bölmüşük. Tabs widgetinin əsas üstünlüyü də rahatlıqla kateqoriyalara bölünməsidir. Hər kateqoriyanın özünə məxsus şəkilləri və bu şəkillərin altında məlumat başlıqları var. Bu dizayn tamamilə kodsuz hazırlanıb. Bir sətir belə kod istifadə edilməyib. Sürüşən şəkillərə başlıq şəkillər də əlavə edib, onları böyüdüb baxmaq olur gördüyünüz kimi. Onları yaxınlaşdırmaq olur, onları uzaqlaşdırmaq olur. Həmin şəkilləri sosial şəbəkələrdə paylaşmaq olur. Ondan əlavə olaraq hansı cihazda açmışıqsa, misal üçün telefonda, planşetdə və ya kompüterdə onları cihaza endirmək də olur. Daha sonra isə bu şəkillərə linklər də yerləşdirmək olur. Hansı ki, indi biz bunu da nümunədə göstərəcəyik. Burada görürsünüz, sosial şəbəkələrdə paylaşmaq olur. Linklər yerləşdirmək olur, sonra onların üzərinə və bu linklər vasitəsilə digər səhifələrə və yaxud da digər saytlara keçid etmək mümkün olur. Burada da sizə bunu əyani şəkildə göstəririk. Gördüyünüz kimi digər səhifəyə, digər sayta hətta keçid etdik. Bu etdiklərimizin hamısını tamamilə bir sətir belə kod yazmadan, kod biliyi olmadan, yəni hər bir şəxs bunu eləyə bilər. İndi isə biz sizlərə bunları əyani şəkildə təqdim edəcəyik. Burada biz Elementor'ın bizə təklif etdiyi Tabs widgetindən istifadə edərək əsas strukturu, əsas hissəni 1-2 dəqiqə ərzində düzəldirik. Daha sonra isə həmin strukturu bir kliklə kopyalayırıq. Kopyalayıb artırıb bizə lazım olan dizaynı hazırlayırıq. Gördüyünüz kimi kopyalayırıq. Kopyalayandan sonra bizə lazım olan sayda artırırıq və bizə lazım olan dizaynı hazır edirik. Dizaynı hazırlayarkən əsas məqsədimiz həm vizual baxımdan cəlb edici, həm funksional bir interfeys yaratmaqdır. Elementor'ın Tabs widgetindən istifadə edərək məlumatları kateqoriyalara ayırmaqla, indi kateqoriyaları görürsünüz ki, bir kliklə kopyalayıb hazırlayırıq. Kateqoriyalara ayırmaqla istifadəçilərin diqqətini yayındırmadan lazım olan informasiyanı daha səliqəli və effektiv şəkildə təqdim etməkdir əsas məqsədimiz. Hazırladığımız bu dizayn mobil və planşet cihazlara tam uyğunlaşdırılıb. Responsiv dizayndır, tamamilə mobil və planşet cihazlarına da tam uyğundur ölçüləri. İndi biz birazdan bunu da sizə göstərəcəyik. Elementor'ın güclü xüsusiyyətlərindən biridir bu. Responsiv dizayn Elementor'ın güclü xüsusiyyətlərindən biridir. Bu həm də SEO baxımından müsbət təsir yaradır, responsiv olmağı, həm də istifadəçi rahatçılığını təmin edir əlbəttə ki. WordPress-in ən böyük üstünlüklərindən biri də onun istifadəçi dostu olmasıdır. Burada da gördüyünüz kimi linkə də keçid elədik, şəkildə əlavə elədik, şəkili böyütdük baxdıqda. Bu isə sağ tərəfdə struktur hissəsidir. Bunları da hamısını zamanla sizə növbəti videolarda təqdim eləyəcəyik. WordPress-in interfeysi sadə və başa düşüləndir. Gördüyünüz kimi hal-hazırda planşetdə göstərdik. İndi isə sizə mobil cihazlarda necə uyğun olduğunu, necə responsiv olduğunu göstəririk. Növbəti videomuzda isə sizə müasir görünüşlü, istifadəçilər tərəfindən rahatlıqla başa düşülən bir dizayn təqdim eləyəcəyik. Bu dizayna tamamilə sıfır kod. Gördüyünüz kimi bayaqki dizaynda sıfır koddan oldu. Bu dizaynda sıfır kod yazaraq heç bir sətir kodu olmadan biz bunu sizlərə göstərəcəyik. Növbəti dərslərdə, növbəti videolarda görüşənədək sağ olun.